Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir sualla tanış olaq. M qram doymuş aldehidin yanmasından 2 M qram karbon qazanılmışdır. Aldehid molekulunda sp3 hibrid orbitalların sayını müəyyən edin. Aldehidin ümumi formulu CnH2nO. Yandırsaq CO2 və su. Əmsallaşdırsaq, əslində uzun-uzadı əmsallaşdırmaq lazım deyil. Çünki M budursa, bu da N'dir. Əsas aldehidlə karbon qazının mol sayını bilsək kifayətdir, amma yenə də əmsallaşdıraq. 2N'dirsə, burada bir N atırıq, hidrogen sayı bərabərləşsin. Oksigen sayını bərabərləşdirmək üçün də bura 3N çıxılsın 1, bölünsün 2 atmalıyıq. Çünki oksigen biri buradadır. Aha, indi biz baxırıq ki, qramla gedib. M qrama 2M qram alınıb. Yaxşı, normalda neçədir aldehidin kütləsi? 12 budur. 1 budur, 16 bu. Toplasaq neçə edəcək? 14N üzərinə gəlinsin 16. İndekslərinə vururuq da. O zaman karbon qazın kütləsinə qədərdir? 44N. Tənasübdən qorxmayaq, çünki M'lər zaten ixtisar gedəcək. İndi yazarıq ki, 44N bərabərdir 28N üzərinə gəlinsin 32. Oradan da 28, 44N'dən 28 çıxsaq, yerdə qalacaq nə? 16N bərabərdir 32-yə, N bərabər olacaq neçəyə? 2-yə. Deməli, aldehidimiz sirkə aldehidiymiş. Yazsaq, açıq versiyada CH3, COH. Bizdən nə istəyir? sp3 hibrid orbital sayı. Bilirik ki, bu karbon 2 qat rabitə ilə əlaqəliyəm sp2-dir. Amma bu isə sp3-dür və bir karbonumuz sp3-dür. 1s 3p verdi bizə neçə hibrid orbital? 4 hibrid orbital.